Keçən ay yığdığımız mənzilin qazanxanasını bugün işə saldıq. Boilerə hal-hazırda 42 dərəcə istilik gedir. Boilerin özündə isə 35 dərəcə istilik var. Radiatorları hələ quraşdırmamışıq, ona görə xətti işə salmamışıq. İsti döşəmə isə hazırdır. İsti döşəmədə hal-hazırda 25 dərəcə istilik var. Bu qazanxananın elektrik ait avtomat hissəsi. Bu birinci avtomat. Boilerin teninə aid avtomatdır. Bunda hər ehtimala quraşdırmışıq. Olar ki, qaz olmayan müddətdə isti sudan istifadə eləmək mümkün olsun. Kombinin özündə hal-hazırda 50 dərəcə istilik var. Qazanxananın arxa hissəsində yay mətbəxi yerləşir. Burada da xətləri hazır qoymuşuq, gələcəkdə qoşulacaq. Birinci mərtəbə ilə ikinci mərtəbənin də isti sularını ayırmışıq. Bu ikinci mərtəbəyə gedən xətlərdir. Buradan isə birinci mərtəbəyə gedən isti soyuq su xətləridir. Burada düzdür, müəyyən çatışmayan şeylər var. Buna baxmayaraq, bu sistemin özünə isti döşəmə ilə birlikdə hardasa 7000 manat pul xərclənilib. Burada misal üçün avtomat sistemi çatışmır burada, tam özü istiliyə nəzarət eləsin. Bu da təbii ki, müştərinin öz istəyi oldu ki, burada bunu mexaniki qaydada yığaq. Bu variantla da bunun istiliyini tənzimləmək olar. Ancaq avtomatın olmağı daha yaxşıdır təbii ki. Sahibi üçün xeyirli olsun. Siz isə bizim səhifəni izləməyə davam edin. Kommentlərinizi gözləyirik inşallah.